Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugünkü videomuz Şamaxı, Gəncə, Bakı, Lənkəran xanlıqları, camaatlıqlar, sultanlıqlar və mələkçiliklərlə bağlıdır. Artıq xanlıqlar mövzusunun izahını yavaş-yavaş yekunlaşdırırıq. Növbəti videoda Ağa Məhəmməd Qacarın Azərbaycan ərazisinə yürüşləri, xanlıqlar dövründə sosial-iqtisadi, ictimai və siyasi vəziyyət haqqında məlumat verdikdən sonra xanlıqlar bölməsinin izahını ümumilikdə yekunlaşdırmış olacağıq. İlk öncə danışaq, Azərbaycan ərazisində elə xanlıqlar var idi ki, onlarda iki hakimiyyətlik mövcud idi. Nadir Şah Əfşarın ölümündən sonra Azərbaycanda iki hakimiyyətliliyin mövcud olduğu xanlıqlara biz Şamaxı və Gəncə xanlıqlarına aid edirik. Şamaxı xanlığından danışdıq. İlk öncə qeyd etməliyik ki, Şamaxı xanlığı xəritədə 4 nömrəli ərazi olaraq ifadə edilmişdir. Şamaxı xanlığında iki hakimiyyətlilik, köhnə Şamaxıda Sərkarlar nəslindən olan Məhəmməd Səid və ağası qardaşlarının, yeni Şamaxıda isə Hacı Məhəmməd Əlinin hakimiyyəti ilə bağlı idi. Yəni eyni anda xanlıq ərazisində köhnə Şamaxıda Sərkarlar nəsli, yeni Şamaxıda isə Hacı Məhəmməd Əli hakimiyyətdə idi. Ancaq bu iki hakimiyyətlik sadəcə 1747-ci ildən ta 1763-cü ilə qədər davam edir. 1747-dən 63-cü ilə qədər Şamaxıda iki hakimiyyətlik mövcud olur və bu iki hakimiyyətliyə Məhəmməd Səid, yəni köhnə Şamaxıdan olan Məhəmməd Səid xan, yeni Şamaxını özünə 1763-cü ildə birləşdirərək xanlıqda iki hakimiyyətliyə son qoymuş olur. Demək, 1767-ci ildə isə yenə də Quba və Şəki xanlıqlarının içərisində danışdığımız, demək 1767-ci ildə Quba və Şəki xanlıqları gəlib Şamaxını öz aralarında bölüşdürmüş olurlar. 1768-ci ildə isə Şamaxı ərazisi bütövlükdə Quba xanlığına tabe edilmiş olur. Hətta burada bir müqavilə imzalanır ki, Şamaxı ərazisini dağlıların hücumlarından qorumağı öz öhdəsinə götürən Quba xanlığına Şamaxı xanlığı hər il xərac ödəməyi, yəni xarici hücumlardan qorunma müqabilində hər il xərac ödəməyi öz öhdəsinə götürmüş olur. Xanlıqda biz daha sonra 1792-ci ildə Mustafa xanın hakimiyyətə gəldiyini görürük və 1795-ci ildə Şamaxı xanlığı demək Ağa Məhəmməd xan Qacara tabe olmaqdan imtina eləyir. Lakin 1797-ci ildə Qacarın Azərbaycana yürüşü zamanı, Şah Qacarın Azərbaycana yürüşü zamanı Şamaxı xanlığı Qacara tabe olur. 1805-ci ildə bəzi xanlıqlarımız kimi Rusiyadan asılılığı qəbul eləyir. Yəni Rusiyadan asılılığı qəbul etmiş xanlıqlarımızın içərisində bəziləri vardı ki, Rusiya ilə müqavilə imzalayıblar və həmin Rusiya ilə müqavilə imzalayan xanlıqlarımızdan biri də Şamaxıdır. Şamaxı xanlığı Kürəkçay müqaviləsini imzalamayıb. Sadəcə Şamaxı xanlığı Rusiya ilə Kürəkçaya bənzər bir müqavilə imzalamaqla asılılığı qəbul edir. Daxili müstəqilliyi qoruyur, saxlayır və xarici müstəqillik ləğv edilir. Şamaxı xanlığının varlığına 1820-ci ildə Rusiya tərəfindən son qoyulur. Xanlıq tamamilə ləğv edilir və xanlıqda digər xanlıqlardan ləğv edildikdən sonra yaradıldığı kimi komendant idarə quruluşu yaradılmış olur. Növbəti olaraq danışacağımız xanlıq Gəncə xanlığıdır. Xəritədə 6 nömrəli ərazi olaraq göstərilibdir. Gəncə xanlığının əsasını Şahverdi xan Ziyadoğlular nəslindən olan Şahverdi xan qoymuşdu və bu Ziyadoğlular Qacar tayfasından olan bir nəsildilər. Qacar tayfasından olan Ziyadoğlular tərəfindən əsası qoyulmuş xanlıq hansıdır deyilsə, Gəncə xanlığını deməyimiz düzgün olar və Şahverdi xan Ziyadoğlu Hacı Çələbi kimi Osmanlı dövləti ilə diplomatik münasibətlər yaratmışdı. 1752-ci ildə Osmanlı dövlətinə elçilər heyəti göndərmişdi. Gəncə xanlığının ərazisi Murovdağdan Kür çayına qədərki ərazini əhatə eləyir. Gəncə xanlığındakı iki hakimiyyətliyin yaranmasından danışsaq, 1780-cı ildə Kartikaxetiya çarı 2-ci İraqli və İbrahim Xəlil xan, yəni Qarabağ xanlığı, Qarabağın içərisində də göstərmişdik ki, 7 nömrəli xanlıq 1780-cı ildə 6 nömrəli xanlığa hücum etmiş olur. Yəni bununla da 2-ci İraqli ilə İbrahim Xəlil xan Gəncə ərazisini öz aralarında bölüşdürürlər və 1780-cı ildən 83-cü ilə qədər çox qısa bir müddət ərzində, 3 il ərzində Gəncə xanlığında iki hakimiyyətlik mövcud olur və 1783-cü ildə Gəncədə qalxan üsyanın nəticəsində iki hakimiyyətliliyə son qoyulur. 1786-cı ildə isə Gəncə xanlığının ən güclü xanlarından biri olmuş, yəni demək olar ki, ən güclü xanı olmuş Cavad xan hakimiyyətə gəlir və Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığı nisbətən güclənir və Cavad xan eyni Hacı Çələbi kimi Qazax Borçalı Şəmşəddi torpaqlarının gürcülərdən azad edilməsi istiqamətində bir siyasət həyata keçirtmiş olur. Lakin 1804-cü ildə Rus işğalı nəticəsində xanlıq
xanlıq eyni ildə həm işğal olunur Rusiya tərəfindən, həm də ləğv edilir Rusiya tərəfindən və xanlıq ləğv edilən kimi Rusiya tərəfindən xanlıq ərazisində komendant idarə quruluşu yaradılır. Niyə bəzi xanlıqlardan fərqli olaraq Gəncə xanlığı daxili müstəqillik saxlamır? Yəni işğal olunan kimi ləğv edilir. Məsələn, görürsünüz ki, biz deyirik Şamaxı xanlığı 1805-ci ildə işğal olundu, 1820-ci ildə ləğv edildi. Qarabağ xanlığı məsələn 1805-ci ildə işğal edilib, 22-ci ildə ləğv edilib, amma Gəncə xanlığıdır, Bakı xanlığıdır, bunlar işğal olunan kimi ləğv edilirlər. Burada əsas səbəb həmin xanlıqların Rusiya ilə müqavilə yox, silahlı münaqişə göstərmələridir. Rusiya qarşı silahlı mübarizə apardıqlarına görə Rusiya bu xanlıqları işğal edən kimi, məsələn Gəncə və Bakı kimi xanlıqları işğal edən kimi dərhal ləğv etmiş olur. Bakı xanlığından danışsaq, Bakı xanlığında ilk növbədə biz 1-ci Mirzə Məhəmmədi göstərməliyik ki, 1-ci Mirzə Məhəmməd xanlığın əsasını qoyur. 1767-ci ildə Bakı Qubadan Nicah diplomatiyası vasitəsilə asılılığa düşəndə Bakı xanı Məlik Məhəmməd idi. Məlik Məhəmməddən sonra 2-ci Mirzə Məhəmməd xan hakimiyyətə gəlir ki, o 2-ci Mirzə Məhəmməd xanın hakimiyyəti dövründə artıq Qubalı Fətəli xanın ölümündən sonra 2-ci Mirzə Məhəmməd Qubanın asılılığından çıxmış olur və Bakının son xanı Hüseynqulu xandır. Hüseynqulu xanın hakimiyyəti dövründə 1796-cı ildə Ruslar Valerian Zubovun başçılığı ilə Bakını birinci dəfə, 1806-cı ildə isə Bakını ikinci dəfə işğal etmiş olurlar və eyni Gəncə xanlığı kimi Bakı xanlığı da Ruslara qarşı silahlı münaqişə və silahlı mübarizə apardığından xanlıq Bakı xanlığı da Gəncə xanlığı kimi işğal edilən kimi dərhal ləğv edilir və xanlıq ərazisində komendant idarə quruluşu yaradılmış olur. Həmçinin Hüseynqulu xanın hakimiyyəti dövründə 1795-97-ci illərdə Ağa Məhəmməd Qacarın himayəsi də qəbul edilmişdi. Çünki Hüseynqulu xan Rus işğalına qarşı idi, yəni Ruslara qarşı olduğuna görə Qacarlarla əlaqə yaratmışdı. Lənkəran xanlığı növbəti danışacağımız xanlıq. Lənkəran xanlığı 9 nömrəli xanlıqdır. Üzr istəyirəm, əvvəlki xanlığı izah edərkən qeyd etmədim. Bakı xanlığının ərazisini bir çoxumuz bilirik, amma yenə də qeyd etmək lazımdır ki, 3 nömrəli xanlıq Bakı xanlığının ərazisidir və 9 nömrəli xanlıqdan danışarkən biz Azərbaycanın şimal xanlıqlarından biri olan Lənkəran xanlığı haqqında məlumat verərkən qeyd etməliyik ki, Lənkəran xanlığı Səfəvilər nəslindən olan Cəmaləddin Mirzə bəyin Qaraxanın tərəfindən yaradılmışdı. Cəmaləddin Mirzə bəy Qubadan asılılığı 1785-ci ildə qəbul edir. Cəmaləddin Mirzə bəyin ölümündən sonra xanlıqda Mir Mustafa xan hakimiyyətə gəlir. Mir Mustafa xan, Mustafa xan yox. 1802-ci ildə Lənkəran xanlığı və Quba xanlığı Rusiya ilə Georgiyevsk müqaviləsini imzalayırlar. 1802-ci ildə Georgiyevsk müqaviləsini imzalayan xanlıqları biz xəritədə üzr istəyirəm, göstərsək, onları biz 9 və 2 nömrəli xanlıqlar, yəni Quba və Lənkəran xanlıqları Rusiya ilə Georgiyevsk müqaviləsini imzalayırlar və Rusiya ilə imzalamış Georgiyevsk müqaviləsinə əsasən həm Lənkəran, həm Quba xanlıqları öz arzu və istəklərinə uyğun gələrsə Rusiyanın himayəsinə keçmək ixtiyarı əldə edirlər. Lənkəran xanlığı Rusiya tərəfindən 1813-cü ildə işğal edilir, 1826-cı ildə isə xanlıq ərazisi ləğv edilir və Gülüstan müqaviləsinə görə 1813-cü ildə Rusiya ilhaq edilmiş, Rusiya birləşdirilmiş xanlıqlardan biridir Lənkəran xanlığı. Biz növbəti olaraq danışmalıyıq camaatlıqlar, sultanlıqlar və məlikliklərdən. Onu yadda saxlamaq lazımdır ki, Azərbaycan ərazisində Nadir Şahın ölümündən sonra təkcə xanlıqlar yox, camaatlıqlar, sultanlıqlar və məlikliklər də yaranmışdı. Car-Balakən camaatlığını biz xəritədə göstərək 26 nömrəli ərazidir Car-Balakən camaatlığı və camaatlığın ərazisi Car, Balakən, Katex, Muxax, Zənik, Tala kimi bölgələrdən ibarət idi. Car-Balakən camaatlığı 18-ci əsrin 50-ci illərində Şəki xanlığından asılı vəziyyətə düşmüş, əsrin sonlarında Şəkinin zəifləməsindən sonra nisbətən müstəqillik əldə etmişdi. Xanlıqda kəndxuda və qazılar şəriət qaydaları əsasında camaatlığı idarə edirdilər və məhkəmə işlərinə baxan ruhanilərin nüfuzu çox böyük idi. Xanlığın ən ali orqanı xalq yığıncağı adlanırdı və xalq yığıncağında ən mühüm məsələlər, bütün daxili və xarici mübahisələr, müharibə və sülh işləri hamısı xalq yığıncağında həll edilirdi. Və biz sultanlıqlardan danışsaq, İlisu sultanlığı 16-cı əsrin ikinci yarısında
demək seçilmiş sultan tərəfindən idarə olunsa da 16-cı əsrin ikinci yarısında yaranan İllisu sultanlığını 18-ci əsrdə nisbətən əvvəllər yəni xalq tərəfindən, əhali tərəfindən seçilmiş sultan idarə etsə də, əsrin sonlarında İrsəni keçir sultan hakimiyyəti və Borçalı sultanlığı da 17-ci əsrin əvvəllərində Səfəvi hakimiyyəti zamanı yaranmışdı və Qarabağ bəylərbəyliyinin ərazisinə daxil idi. 18-ci əsrin 50-ci illərində Borçalı ərazisinə məlumdur ki, Gürcülərin, yəni Kartli çarlığının işğalına məruz qalmışdılar. Ərəş sultanlığı da Səfəvilər dövründə yaradılmış sultanlıqlardan biridir. Şəhabəddin Sultan Ərəş sultanlığının sonuncu sultanıdır. 1795-ci ildə Ərəş sultanlığı ləğv edildikdən sonra Şəki xanlığına ərazisi tabe edilir, birləşdirilir və biz Səfəvilərin hakimiyyəti dövründə yaradılmış sultanlıqları İbə olaraq yadda saxlaya bilərik. İllisu, Borçalı və Ərəş sultanlıqları. Qazax sultanlığı da 18-ci əsrin ikinci yarısında meydana gəlmişdi və irsi hakimiyyətə malik sultan tərəfindən idarə edilirdi. Şəmşəddil sultanlığı isə Zülqədərlər tayfasından olan Şəmşəddillər tərəfindən əsası qoyulmuşdu. Eyni Borçalı sultanlığı kimi 18-ci əsrin 50-ci illərində Kartli işğalına məruz qalır və Qəbələ Qutqaşen sultanlıqları da Şəkiyə tabe edilmiş 18-ci əsrin ortalarında yaradılmış sultanlıqlardan idi. Sultanlıqlar haqqında bu qədər. Məlikliklər haqqında biz Qarabağ xanlığının içərisində danışarkən qeyd etmişdik ki, Xəmsə beşlik məliklikləri adlanan xristian Alban məliklikləri mövcuddur. Bunlardan bir dənə Xaçın məlikliyi istisna olmaqla Dizaq, Çilabörd, Gülüstan yaxud da Talış, Vərəndə məliklikləri xristian Albanlardan ibarətidir. Xaçın məliyi isə nisbətən qeyri-idi. Yəni bu məliklik xristian Albanlardan ibarət deyildi. Bu Xəmsə məliklikləri Qarabağ xanlığının ərazisində birləşdirmə siyasətinə mane olan separatçılıq meyilləri həyata keçirdən yəni qurumlar idilər. Bunlar birləşdirmə siyasətinə daim mane olan müstəqil hakimiyyət iddiasında olan hakimlər idilər. Həmin bu məlikliklərin separatçılıq meyilləri özünü haralarda göstərirdi. Yəni biz niyə bunlara separatçı, yəni bölüşdürücü məlikliklər deyirik? Bunun səbəbi odur ki, qonşu xanlıqlar Qarabağ üzərinə yürüş eləyərkən, məsələn, xatırlayaq, əgər yadınıza gəlirsə, biz qeyd etmişdik ki, Bayat savaşı hadisəsində və həmçinin Qarabağ xanlığı ərazisinə olan digər yürüşlərdə 1759-cu il Urmiyalı Fətəli xan Əfşarın Qarabağa yürüşündə məlikliklər həmin o işğalçı qüvvənin, yəni yürüş etmiş tərəfin yanında olurdular Qarabağ xanlığına qarşı və bu məlikliklər həmçinin Rusiya ilə, Gürcülərlə, başqa dövlətlərlə Qarabağ xanlığının qarşı ittifaq yaradaraq xanlığın birləşdirmə siyasətinə, mərkəzləşmə siyasətinə mane olurdular. Belə hörmətli abituriyentlər və hörmətli kanal izləyiciləri, videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.